Ortaq qrupumun mötərizə xaricə çıxarılması. Orta, mənə verdilər marşlara. Qrupumun mötərizə Buyurun. xaricə çıxarılması. Buyurun, mənim yazı yazın. Hə, ortaq qrupumun mötərizə xaricinə çıxarılması nədir? Birini izah edirəm. Bax, məsələn, deyirəm ki, 6C üstə gələk C. Burada ortaq qrup nədir? Ortaq C'dir. C-ni çıxardanda mötərizə xaricinə 6 üstə gələk. 6C-ni C-yə böləndə olacaqdır 6. C-ni də C-yə böləndə eləyəcəkdir 1. Ona görə yazdım bura 1. Olacaq C vurulsun. 6 üstə gələk birim neçə eləyir? 7. O da eləyəcək 7C. İndi çalışma birdən başlayaq yazmağa. Çalışma deməli bizdə neçədən başlayırıq? 5-dən başlayırıq. 5-ci çalışmadan başlayaq. Misal 5. Deməli birinci sual belədir. A variantı. 7C üstə gələk 2C. Ortaq qrup nədir? C. Nə yazacağım indi? C çıxartır. Ay sağ ol. 7 üstə gələk 2 neçə eləyəcək? C. Tabir etdi. Birini də yazıram. Məsələn, H variantı yazıram. 7M minus 2M minus 3M. Gəlin dəstələriniz yoxlar. Siləcəm aktuarlıqca. 7, burada M nədir? Ortaq qrupdur, bəli. Ortaq qrupdur. Çıxartdım mötərizə xaricinə. Mötərizənin içinə nə yazacaq? Bəli, 7 minus 2 minus 3 bərabərdir. M vurulsun. 7-dən 2-sini çıxanda nə qalır? 5. 5-dən 3-ünü çıxanda 2. M vurulsun 2 və ya da 2M kimi yazmaq olar. Buradan sonra var ya, H variantı, yəni. Birini də yazdım, bundan yoxsa başa düşdün? Yaxşı, çalışma 6-ya keçək onda. Misal